İmam Rıza Aleyhisselamın ziyarəti barədə elə bir söz deyilib ki, 14 məsumdan heç birinin ziyarəti haqda bu sözü deyən olmayıb. Yəni İmam Rıza bizə elə bir vədə verib ziyarətinə görə ki, hətta İmam Hüseynin ziyarətinə də bu vədə verilməyib. Heç bir məsumun ziyarətinə belə bir vədə verilməyib. Vədə nədən ibarətdir? Məşəd ziyarəti, İmam Rıza ziyarəti, İmam özü buyurur, İmam Rızanın öz sözüdür. Sizə mən çatdırıram bunu. Ki buyurur, kim məni bir dəfə ziyarət eləsə, bir dəfə mənim ziyarətimə gəlsə, mən 3 dəfə onun görüşünə gələrəm. Bunu ancaq İmam Rıza deyib, heç bir imam bu sözü deyib. İmam Rıza Aleyhisselam buyurur, kim məni bir dəfə ziyarət eləsə, 3 dəfə görüşünə gələrəm. Bir ölüm vaxtı, can verəndə, çətin məqamında ki, canı bədənindən ayrılır, tənha, tək, başında nə qədər adam olursa olsun, o vaxt insan tənha qalır. Neçə oğlu var, neçə qızı var, nə qədər qızılı var, sərvəti var, orada insan tənhadır və qüdrətsizdir. Allahın qüdrəti neçə yerdə çox zuhur eləyir, bir də insan can verən vaxt. İnsan acizliyi görünür və Allahın əzəməti orada görünür. Ey o kəs ki, qüdrəti ölüm vaxtda zahir olar, aşkar olar. İmam Rıza Aleyhisselam buyurur, o çətin məqamda mənim zəvvarlarımı gəlib ölən vaxtda ziyarət eləyərəm. Xoş adamın halına ki, o çətin vaxtda birdən gözü işıqlana İmam Rızanın mübarək cəmalı ilə. Bu bir. İkincisi, sorğu-sual vaxtı. Qəbirdə sorğu-sual olunanda və qiyamətdə fərq yoxdur. Bu ikinci hər sorğu-suala aiddir. Soruşulan vaxt. Elə ki, soruşacaqlar, mən imamım ki, imamın kimdir? İmam Rıza Aleyhisselam gələcək başımızın üstünə inşallah zəvvarlarına və cavab verəcək. Üçüncü də buyurur, siratdan keçəndə, sirat körpüsündən keçəndə mən gəlib əlindən tutaram, qoymaram ayağı titrəsin. 3 dəfə mən gələrəm, onun başının üstünə gələrəm, onu ziyarət edərəm. Özdə məsələ bundadır ki, bir dənə də əlavə müjdə verim sizə ki, hər bir ziyarətə insan neçə dəfə Məşədə gedirsə, alimlər deyir ki, hər ziyarətə sayı qədər qəbirdə gələr, insanı ziyarət edir. Hər dəfəsinə qəbrə gələr, insanı qəbirdə İmam Rıza Aleyhisselam ziyarət edir. Bütün imamlarımıza zəhər veriblər. İmam Hüseyin Aleyhisselam ki, aydındır, qılıncla öldürülüb, Həzrət Əli də zəhərli qılıncla vurulub. Bütün imamlar, İmam Zaman ağa da qeybdədir, qalanları hamısı zəhərlə öldürülüb. Amma, məsələn, İmam Həsən Aleyhisselam 3 gün xəstə yatıb, zəhərin təsirindən sonra dünyasını dəyişib. İmam Səccad Aleyhisselam yazırlar 4 gün. Bəzi imamlar 1 həftə yataqda olublar, bəziləri 3 gün. Hərəsi bir müddət. Amma mən bilmirəm ki, İmam Rıza Aleyhisselama necə zəhər vermişdilər ki, deyirlər 1 saatdan sonra, zəhər verəndən sonra 1 saatdan sonra İmam Rıza Aleyhisselam dünyasını dəyişdi. Sübh namazına 1 saat qalmış o zəhəri verdilər, sübh azanı vaxtı dünyasını dəyişdi. Əbasətə dedi ki, məni qonaqlığa çağırıb xəlifə, məmun. Amma bilirəm bu qonaqlıq deyil, məqsədi başqadır. Gəl gedək mənimlə, sən deyən qapının ağzında, mən girirəm məmunun yanına. Mən məmunun yanından çıxanda, əgər görsün ki, əbanı başıma salmışam, bil ki, mənə zəhər verdilər, məni şəhid elədilər. Əgər əba çiynimdə olsa, heç. Əbasət deyir, mən çox nigaran dayanmışam, ağanı gözləyirəm. Ağa girib xəlifənin yanına. Çox nigaran haldayam, o yan bu yana gedirəm, görüm ağa nə şəkildə gələcək. Birdən gördüm, qapı açıldı, Zəhranın əzizi, Zəhranın balası İmam Rıza Aleyhisselam çıxdı məmunun yanından. Amma gördüm ki, əbasını başına salır. Əbası başında çıxdı, yavaş-yavaş gəldi mənə tərəf. Mən yaxına gedəndə işarə elədi ki, danışma. Ondan sonra gördüm, yolu düz gedə bilmir, sağa sola əylə-əylə. Zəhərin təsirindən başı gicəllənir, yolu gedə bilmir. Gördüm, rəngi saralır.
Mən getdim dalıcan, daxil oldu evinə. Dedi ki, Əbasət, qapıları bağla və heç kəs içəri buraxma. Heç kəs gəlməsin. Getdi, uzandı istirahət eləməyə. Mən qapıları bağladım, dayandım. Birdən gördüm bir cavan oğlan gəldi içəri. 14 gecəlik ay kimi üzü parıldayır. Daxil oldu, vüqarlı addımlarla gəldi mənə tərəf. Yaxınlaşanda gördüm İmam Cavad əleyhissalam, İmam Rızanın oğludur gəlib. Dedim, ağa qapılar bağlı idi, necə girdiniz içəri? Dedi, o Allah ki, məni Mədinədən bura gətirib bir anın içində. O evin qapılarını üzümə açar. Ondan sonra gəldi İmam Rızanın başı üstünə. Ağanı o vəziyyətdə görəndə taqətsiz oldu və özünü saldı İmam Rıza əleyhissalamın üstünə. Əbasət deyir, ağanın gözü, İmam Rızanın gözü oğluna sataşan kimi elə ki İmam Cavadı gördü, nə qədər son gücü var idi topladı və oturdu. Ondan sonra bastı onu bağrına, hər ikisi ağladılar və İmam Rıza əleyhissalam öz əzizinin, öz balasının, İmam Cavadın, başı İmam Cavadın dizi üstündə dünyasını dəyişdi. Allah o imamın gözəl qəbrinin ziyarətin həm görənlərə, həm görməyənlərə nəsib eləsin inşallah. Allah bizi dünya və axirətdə Əhl-i Beytdən kənara salmasın inşallah. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil əzəm, əl-əzzil əcəllil əkram.